Keşikçi Dağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi 5 layihəsi çərçivəsində elmi-praktik seminar keçirilib. Tədbirdə Ağstafa Qazax bölgəsinin arxeoloji irsi və yeni tədqiqatların nəticələri haqqında məlumat verilib və gələcək tədqiqatın istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Keşikçi Dağda tarixin izləri mövzusunda esse müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Arxeoloji sərgi ilə tanışdıqdan sonra Yovşanlıdərə kurqanlarına elmi tur təşkil olunub. Qazıntıların aparıldığı ərazi və burada aşkarlanan zəngin artefaktlar haqqında geniş məlumat verilib. Apardığımız arxeoloji tədqiqatlar, arxeoloji qazıntılar və onların nəticələri, eyni zamanda tədqiqatlar zamanı tapılan maddi mədəniyyət nümunələri bizə bir daha əmin şəkildə onu söyləməyə imkan verir ki, ərazidə, Keşikçi Dağ ərazisində və onun əhatə etdiyi ümumilikdə Ceyran çöldə kurqan qəbirlərində dəfinlər Orta Tunc dövründən eradan əvvəl 2-ci minilliyin birinci yarısından başlayaraq aparmağa başlamışdır və bu dəfinlər eradan əvvəl 1-ci minin əvvəllərində erkən dəmir dövrü ilə məhdudlaşır. Bu zamana kimi Azərbaycan ərazisində 8 mağara və 20-dən artıq açıq tipli paleolit düşərgəsi aşkar olunsa da ilk dəfə olaraq açıq tipli, yəni biz burada emalatxana paleolit dövrünə aid emalatxana qeydə aldıq. Bu şərti olaraq Candargöl adlanır və gələcəkdə də ərazidə tədqiqatların davam etdirilməsi nəzərdə tutulub.